Deməli, başlayırıq Asimin. Buyur, sən danışa-danışa mən qeyd eləyəcəm. SK. SK nə qədərdir? SK 4 cm. Bəli, qeyd elədim. SK 4-dür. Başqa? KD. KD 8 cm-dir. Aha, qeyd elədik 8-dir. Başqa? CM 6 cm-dir. Qeyd elədik. Buyur. DN 6 cm. Bax, burada verilib, bəli. DN də 6 cm-dir. Qeyd elədik 6 cm. Başqa nə verilib bizə? CM-i qeyd elədik. DN, aha, CK-nı da qeyd elədik. KD. AD-nin 7 cm olduğunu da qeyd eləyirik. AD. Bəli, qarşı-qarşıya duran tərəflərdir. Deməli, bu 7-dirsə, düz deyirsən. Bu da 7 olur. Bəs AB nə qədər olur, Asimin? AB-ni özünü tap görüm. Bəli, AB. 8 niyə? 8-i buradadır, 4-ü də buradadır. Bütövlükdə nə qədər elədi bu? Bəli, 8 üstə gəl 4, 12 cm elədi bütövlükdə. AB-ni də burada qeyd edirik ki, AB-ni özümüz tapdıq. 8 üstə gəl 4, 12 cm. Deməli, aha. Deməli, bu fiqurda nələr var, Asimin? Birinci fiqurun hansı fiqurdur? 2 və 3-cü fiqurların? Səncə birinci fiqurun kvadratdırmı? Bəli, düzbucaqlıdır. Birinci fiqurun sahəsini hesabla. Nə qədər elədi? Bəli. İkinci fiqurun hansı fiqurdur? Onun sahəsinin tapılması üçün qaydanı da görün mənə. Aha. Bəli. Üçüncü fiqurun da sahəsini hesabla. Bəli. 8-i 6-ya vuracaqsan, 2-yə böləcəksən. Bütöv sahəni hesablayaq mı? Bəli. Nə qədər eləyir? Hesabla görün. Dörd, 8 elədi. 8 üstə gəlir ki, 10. Bir yadda. 8 üstə gəlir ki, 10. Bəli, 120 kvadrat santimetr. Bu da belə. Bəli, Asimin. Burada da yenə mürəkkəb fiqur var. Bu fiqur hansı fiqurlardan ibarətdir? Bu yazdığım, bir ilə işarə elədiyim, səncə hansı fiqurdur? Bəli, düz bucaqlı 3 bucaq var. Burada da yenə ikinci fiqurda necə fiqurdur? Düz bucaqlı 3 bucaqdır. Elə deyil mi, Asimin? Bəli, bu da düz bucaqlı 3 bucaqdır. Aha, bunları qeyd elədik. İndi gəl bunların bir-bir ölçüsünü qeyd edək. Bu birinci fiqurdur, bu ikinci fiqurdur. Üçüncü fiqurun da hansı fiqurdur, Asimin? Bu düz bucaqlıdır. İndi baxacaq ölçülərinə əsasən düz bucaqlıdır yoxsa kvadrat? Düz bucaqlıdır əsasən. Düz bucaqlıya daha çox oxşuyur. Buyur, sən danış. Sən danışa-danışa mən qeyd edəcəm üstündə. Bəli. Aha. PF-ə, bax, PF-in ölçüsü verilib sənə. PF nə qədərdir? Bəli, bu 6 cm-dir. Bunu qeyd elədik. Başqa nə verilib mənə? Qeyd eləmədiyim. NF-i qeyd elədik, 4-dür.
YF-i qeyd eləməmişik, bax. YF nə qədərdir? Aha, buyur. Bir gedək. S1 qeyd eləmişəm. S1 hansı fiqurdur demişdin? Aha, düzbucaqlı üçbucağın sahəsini tapan zaman danış görüm. O 4 ilə 4 nələrdir? Bəli, katetləri hasilinin yarısıdır. Nə qədər elədi? Bəli, 8 kvadrat. Bəli, eyni ilə hansı fiqurdur? Düzbucaqlı üçbucaq. Aha. Necə tapıram bunun səsini? Bəli. 12 kvadrat santimetr. Doğrudur. Altdakı fiqurun hansı fiquru idi? Bəli. Onun sahəsini necə tapıram? 4-ə yoxsa bu bütövlükdə nə qədərdir? Bəli. Bu 10-dursa, bu da 10-dur. Sən 5-i 4-ə vursan, sən sadəcə buranı tapacaqsan. Bax, Asimin. Bu yer aydındırmı? Amma bütöv hesablayanda 10 eləyir onun uzunluğu. 5-i, bəli, ona vuranda, bəli, bütöv sahəni necə taparam? Bəli, tapdığım sahələrin cəmini mənə topladıqda mənə bütöv sahə verəcək. Ümumi nə qədər elədi sahəmiz? 70, bəli, kvadrat santimetr. Aha, bu da belə. Bunu da qeyd elə Asimin. Deməli, Asimin, bax, bu tip tapşırıqlarda ilk işin bu fiquru tamamlamaqdır. Bu fiquru tamamlayırıq. Tamamlayanda onda gözümüzə daha yaxşı, aydın görsənir. Bax, bunun içində nələr var deyə. Deməli, bu fiqur nədir səncə? Bu fiqurun nə oldu? Bəli, düzbucaqlı oldu, doğrudur. Eni uzunluğunu bilirsənmi? Bəli. 15-i vuracaqsan 9-a. Sonra bu fiqurun da nədir Asimin? Bax, bu fiqurun. Bəli. Onun eni nə qədərdir, uzunluğu nə qədərdir? Uzun tərəfinə uzunluq deyirik, qısa tərəfinə en deyirik. Elə deyilmi? Bəli, bunun sahəsini belə hesablayırsan. Nəhayət gəldin 3-cü fiqura. Bu birinci fiqurun idi, bu ikinci fiqurun idi, bu da üçüncü fiqur. Bu da nədir Asimin? Bəli, 9-dur. Bəli. Gördünmü necə rahatlıqla tapdıq? Heç bir çətin bir şey yoxdur. Deməli, S1-in nə qədər oldu? 135 S1 oldu. S2? Bəli. S3-ün? Bəli. Ümumi sahəni tapanda bu sahələri toplayırsan. Topla görüm alt sənə. Nə qədər eləyir? $243 kvadrat santimetr. Bəli, doğrudur.